Bizim çoxumuz oyun həvəskarıyıq. Virtual aləmdə vurmağı, dağıtmağı, yıxmağı, öldürməyi xoşlayırıq. Çünki belə oyunlar bizi əyləndirir. Boş vaxtlarımıza maraq qatır, adrenalimizi yüksəldir. Gündəmdə olan oyunlardan biri də Assassin'dir. Bu oyunda qalib gəlmək üçün bir çox qaydaları bilmək lazımdır. On this land, I am torn. Part of me wants to fight and repel all outsiders. In the name of freedom, they speak of liberty and justice. Assassin's Creed 3. Bu oyun Ubisoft Montreal şirkəti tərəfindən hazırlanıb. Action-adventure janrında olan kompüter multiplatformu oyunun 5-ci seriyasıdır. Oyunun satışa buraxılma tarixi konsollar üçün 2012-ci ilin oktyabrın 31-nə, Windows'da isə noyabrın 23-nə planlaşdırılır. Oyunun sujet xətti 1753-1783-cü illəri əhatə edir. Əsas mövzu azadlıq və ya ölüm, hökmranlıq və ya köləlikdir. Oyunun məqsədi isə xalqı azadlıq uğrunda mübarizəyə ruhlandırmaqdır. Oyunda təsəvvür olunan hər sivilizasiya əhdə etdiyi dövrə tam uyğunlaşdırılıb. Assassin's Creed 3-də yeni qəhrəmanın adı Connor'dur. O övladlığa götürüldükdən sonra bu adı alır. Əsl adı isə Rathin Hathedundur. Qəhrəmanın milliyyətinə gəlincə isə bir tərəfi Amerikalı, bir tərəfi İngilisdir. Bu səbəbdən də onda həm Amerikalıların, həm də Avropalıların xarakteri cəmləşib. Connor Magofların tayfasından olan Amerikalı metisdir. Sujet xətti Connor'un uşaqlığından başlayaraq həyatın 35 ilini əhatə edir. Templiyerlərdən qisas almaq istəyən Eso'dan fərqli olaraq, Connor'un əsas məqsədi öz xalqını qorumaq və ona gələcəkdə Amerikada yer tapmağa kömək etməkdir. Oyunda hadisələr Boston, New York, Lexington, Concord şəhərləri, Valley Forge'da kontinental ordunun düşərgəsində cərəyan edir. Oyunda Assassin və Tampliyerlərin xarakteri daha ətraflı formada açıqlanacaq. Şəhərkənarı yerlər daha rəngarəng və canlı olacaq. Böyük çaylar, yüksək dağlar və ağaclar. 30 növ heyvan, o cümlədən dovşanlar, marallar, ayılar və canavarlar. Heyvanların olması da yaradılmış dünyanı daha canlı edəcək. Yırtıcı heyvanlar qəhrəmana və oyundan kənar personajlara hücum edə bilərlər. Qəhrəmanın kolların, yarpaqların arası ilə hərəkət edə bilməsi üçün yeni ərazilər olacaq. Oyun o dərəcədə peşkarcasına hazırlanıb ki, Connor hər bir ağac budağına belə reaksiya verir. Siz burada onun ağacların arası ilə budaqları keçərək necə hərəkət etdiyini, ağacın gövdəsindən necə sürüşdüyünü və döngələrdəki sürətini görəcəksiniz. Oyunda silahlandırma sistemi də güclü işlənib. Bu ilk oyundur ki, burada qəhrəman hər iki əlindən istifadə edə bilir və iki müxtəlif düymənin köməyi ilə hücumları növbələşdirmək mümkün olur.
Ox və yay oyunda əsas rol oynayır. Connor'un həmçinin 2 qoşa tapanca, gizli tüyə, Şimali Amerika elmlərindən döyüş baltası olan Tomahawk və ucunda qarmağı olan ipə bənzər silahları da var.